O ki həqiqət axtarışında deyil, o gəlib özünün fikrini sənə diktə eləsin. Haqqı çıxartmaq istəmir ha ortaya. Bir adam haqqı qoymaq istəyir ortaya. Debatda gəlin bir fikir bu olsun ki, düz nədir onu qoyaq ortaya. Yox, o düzü də deyəndə hələsi yozursan, hələ istəyirsən bir vəziyyət qurasan, bir atmosfer yaradasan, elə bir ab-hava yaradasan ki, məsxər eləyəsən, ələ salasan ki, təki o sənin cəmiyyətin gözünə o düşürdəsən, nəinki haqqı qəbul edəsən, haqq şəffaflaşsın. Mən uduzmayım, bu məndir, bu egodur, bu firondur mövzuda. Orada nə debat eləyəsən? Hə? Nəticə də olmur bəzi vaxtlar. Bəzi vaxt olur, bəzi vaxt olmur, düzdür? Çünki qarşı tərəf həqiqət axtarışında deyil. Nəfsinin istədiyi fikirləri deyir. 5-10 nəfər də ona deyib ki, səndən yoxdur. Bu da bu fikrindən də olsa deyəcək, doğrudan etsən bir köpək adam deyilmişsən, bizim vaxtımızı aldın ki. Ona görə bax, bu mübarizə istəyir nəfslə. Basan məsələ deyil. Xülasə, Quranla ünsiyyət oldu mövzumuz. Nəticələr aldıq. Birinci nəticə bu oldu. Quran hidayət kitabıdır, hidayət gözü ilə baxın. 2. Əqlə qəlbə yönəlik kitabdır. 3. Quranın süfrəsində əyləşmək istəyirsinizsə, gələk insan həqiqət axtarışında olsun. Həqiqət axtarışında olmayan insan Qurandan bir faydası yoxdur. Heç nə əldə eləməyəcək. Çünki axırda o cürünə gəlib, o cürünə çıxıb gələcək. Allah əlimizdən tutsun, gələn söhbətlərimizi davam edəcək.